CBS FM-də 102.7 tezliyində mədəniyyət dalğasını dinləyirsiniz. Aparıcınız mənəm Şahin Tayfun. Hər vaxtınız xeyir olsun. Mədəniyyət dalğası başladı. Bu masada hər həftə incəsənətin fərqli sahələrindən qonaqlarım olur və incəsənətin hər sahələrindən bu fərqli qonaqlar öz yaradıcılıqlarını, duyğularını bəziləri notlarla, bəziləri yazılarla, bəziləri də rənglərlə ifadə edirlər. Və bugünkü qonağımız da öz duyğularını rənglərlə ifadə edən, rənglərin ritmini tuta bilən bir insandır. Əməkdar rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq Fakültəsinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının dosenti Vüqar Əli qonağımızdır. Vüqar bəy, xoş eşitdik, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Xoş gəldik. Mən də sizi salamlayıram. Vüqar bəy, təşəkkür edirəm. Vüqar bəy, həmişə rəssamlarla söhbət edəndə bir sual məni cəlb edir və o sualı həmişə verirəm ki, sizcə insanın ruh halı ilə rənglər arasında doğrudan da bir əlaqə var? Təbii ki. Təkcə rənglərlə yox, həm də musiqi ilə. Yəni musiqi və rənglər bunlar incəsənətin ayrılmaz bir hissəsidir ki, hansı ki bunların arasında sıx əlaqə var. Məsələn, belə şərti götürəndə 7 rəng, 7 səs. Bəli. Hərçənd ki belə baxanda 4 rəngin birləşməsindən Əmələ gələn rənglərdir, amma 7 rəng, 7 səs və hətta həyatı özünü rənglər və musiqi müşahidə edir. Yəni biz eşitməsək də belə, ətrafdan eşidilməsə də belə, onu duyan adam, yəni başqalarından fərqli olaraq baxmayıb görəndə, həm də eşidir. Yəni bu təbii belədir. Yəni musiqi kimi rəngi də duymaq lazımdır. Bəli. Vüqar bəy, bəs əgər rənglər danışa bilsələr, mən verilişin əvvəlində sizə rəngləri danışdıran insan dedim. Əgər rənglər danışa bilsələr, hansı rəng, hansı duyğunu ifadə edərdi? Bir rəssam kimi çox maraqlıdır fikirləriniz. Bilirsiniz, bu tarixən belə olub, rənglərin danışması ən qədimə gedəndə bizim xalçalarımızda bunu görmək olar. O naxışlarda, orada stilizə olunmuş elementlər və təbii ki, rənglər əsas psixoloji ifa tərzləridir də. Bunlar yəni simvolik olaraq qırmızının, ağın, hətta biz yadımıza salsaq Rəsul Ruzanın rənglər şeirini, təbii ki, o şərti olaraq o şkalada olan rənglərin hər birinin öz psixoloji duyğusunu vermişdir. Təbii ki, belədir. Rəssamlıqda həmçinin bu duyğularla, rənglərlə yanaşı texniki ustalıq da lazımdır. Bu ikisi arasında balans necə qurulmalıdır? Təbii bu təcrübədən irəli gəlir. İnsan rəngkarlığa, yaxud rəssamlığa başlayanda bu uşaq yaşlarından əmələ gəlir. Ola bilər sonradan da olsun. Yəni incəsənət tarixinə baxanda, məsələn, Van Gogh 30 neçə yaşından sonra başlamışdı. O insanın iç dünyasından irəli gələn vəziyyətin özündən asılıdır, vəziyyətdən asılıdır. O vəziyyətdən asılıdır. Amma təbii ki, bu rənglərin qarşıdırılması, onların müxtəlif çalarların yaranması, bu təcrübə, mütləq təcrübə lazımdır. O da illərlə, zaman-zaman oxuduğun illərdə, tələbəlik illərində və tələbəliklə yanaşı sən öz üzərində çalışmalısan, yəni təcrübələr eləməlisən, yəni öz qarşılığa qoyduğun mövzular olmalıdır, ətrafda olan təbiət səni maraqlandırmalıdır, insanlar səni maraqlandırmalıdır. Təbii ki, bu öz üzərində işləməkdən irəli gələn təcrübədir. Çox maraqlı yanaşmadır. Rənglərin danışdığı bu dünyada həm də musiqini rəsmə çevirməklə, verilişin əvvəlində də musiqidən danışdınız. Rənglərin ritmi və caz rəngləri. Adları çox maraqlı adlardır bu arada. Bəs bunların hekayələri də açıq mənə maraqlıdır. Bəli, bu 2016-cı ildə baş verdi. Deməli, ondan qabaq da təbii ki, bir rəssam kimi mən həmişə cazı sevmişəm. Yəni bu gənclik illəri, uşaqlıq dövrü, yəni və Bakı mühitində böyüyən bir insan və mütaliəni sevən, bu hər sahə ilə maraqlanan, o maraqlanmalar, bunlar hamısı üst-üstə insanın təcrübəsini zənginləşdirir. 2016-cı ildə deməli Bakıda keçirilən caz festivalı və onun rəhbəri Rahim Sultanovun başçılığı altında keçirilmişdi. Ondan təklif gəldi. Yəni onunla bizim bir musiqiçi kimi həm musiqisinə hörmətim var, bir insan kimi belə bir maraqlı bir layihə ortaya çıxartmaq istəyirdi ki, yəni festival çərçivəsində caz və rənglər. Təbii ki, bu təklifi mən qəbul elədim və demək olar ki, yarım il buna hazırlaşdım.
Məqsədim də orada belə bir konsepsiya qurulmuşdu ki, dünya cazı korifeyləri, Azərbaycana məxsus olan korifeylər, Bəli. klassik caz və müasir dövr. Yəni həm dünyasını dəyişmiş cazmenlər vardı, Pərviz Rüstəmbəyovun, Rafiq Babayevin, müasirlərdən misal üçün Şahin Növrəsli idi, İsfar Sarabski idi, elə Rahin Sultanovun özü idi və dünya cazından Emma Fitzgerald, Duke Ellington və digər cazmenlərə aid olan ümumiyyətlə musiqi ilə bağlı kompozisiyalar. Monumental janrda həll olundu bu işlər, çünki mən gənclik illərində oxuduğum sahə və bu mövzunu nə cür qəbul edəcəyəmsə, təbii orada koloritlə olan işlər də vardı. Elə iş var idi ki, misal üçün mavi kolorit deyildi, elə iş var idi ki, orada çəhrayı koloritdi, qaçışıq da var idi. Yəni musiqiləri dinlədiyi zaman kompozisiya özü məni yönəldirdi. Hansı işi, hansı rənglərlə həll eləmək. Orada Vaqif Mustafazadəyə həsr olunmuş, Əzizə Mustafazadəyə həsr olunmuş kompozisiyalar da vardı. Çox maraqlı 23 əsərdən ibarət 2016-cı ildə Ratundada belə bir sərgi keçirildi. Təbii bu təkan sonraki illərdə 2019-cu ildə də davam elədi. Orada Rənglərin Ritmi adı altında Jazz Colors birinci sərgi idi. 2019-da Rənglərin Ritmi, təbii ki, burada da ritm. Orada misal üçün məndə var idi Afrika cazının korifeyləri, sonra barabanlarla olan kompozisiyalarda. Burada doğrudan da mən işlədiyəcəm həm musiqi sədələri altında işləyirdim. Həm də o hər bir yaxma, hər bir çırpmalar, boya, yəni işin həlli musiqi, yəni ki o ritmi duya-duya çünki elə vaxt olurdu ki də, yəni iş prosesində özüm artıq o musiqinin içərisinə girib oradan çıxmaq, kompozisiya tamamlananda sən artıq oradan belə ayılırsan. Baxırsan və məqsəd yönlü elədiyin bir işin sonluğuna baxırsan. Təbii çox maraqlı proses idi və sərgi özü də çox maraqlı qarşılandı, insanlar tərəfindən sevildi. Vüqar müəllim, çox maraqlıdır ki, caz mürəkkəb bir qədər də seçici auditoriyaya xitab edən bir musiqidir. Yəni çox insan tərəfindən başa düşülməyən bir musiqidir və bir qədər də bunu dünya cazmenləri də Azərbaycanda da deyirlər ki, cazın dinləyicisi digər janrlara nisbətən daha az olur. Yəni onu duymaq, başa düşmək hər dinləyici üçün deyil. Belə bir ifadə də var. Belə bir dərin, qəliz musiqini rənglərə çevirmək nə qədər çətin oldu, yoxsa çətin oldu mu ümumiyyətlə? Bilirsiniz, o duyğu əmələ gələndə insanda, yəni ki, sən onu artıq duyursansa, orada heç bir çətinlik olmur. Sadəcə qarşında məqsəd var və o caz nədir? Caz özü improvizasiyadır. Bəli. Muğam özü də improvizasiyadır. Bunlarda bir balaca yaxınlıq var. Bir dəfə ifa olunan hər hansı bir kompozisiya ikinci dəfə eyni cür, eyni tərzdə ifa olunmaz. Nə muğamda, nə cazda. Onu nota köçürmək də, yəni bütün peşəkar musiqiçilər bilirlər ki, bu sonradan baş verir. Yəni sintetik olaraq onu nota köçürmək. Amma yenidən də ifaçı onu ifa eləyirsə, orada artıq ikinci dəfə onu təkrar edə bilməz. Eynən də mən o kompozisiyalar eləyəndə də, yəni elə kompozisiyalar var ki, mən onu 3 dəfə, 4 dəfə eynisini, yəni bir rəssam kimi, ona deyirlər müəllif təkrarı da. Amma o elə kompozisiyalardır, onun müəllif kimi mən onu təkrar edə bilməzdim. Çünki ikinci dəfə o çırpmaları eləyəndə o tamam başqa bir şeyə çevrilə bilər. Yəni alınacaq, amma o alınmayacaq, başqa bir şey alınacaq. Yəni musiqidə də, cazda da olan bu anlar, elə bil ki, rəsmdə də bu anlarla üst-üstə düşürdü və ondan da başqa ritmi duymaq lazımdır. Yəni o düzdür, Bakıda tarixən başqa musiqilərlə, yəni ki, milli musiqimizlə yanaşı, müasir dövrdə Bakı caz şəhəri sayılır. Yəni rock şəhəri sayılmır. Bunu hamısı bilir. Yəni artıq indi amma tamam fərqlidir. Yəni caza qulaq asanların sayı əvvəlki illərdəki kimi olmaya bilər. Yəni 60-cı illərdə, 70-ci illərdə. Təbii zaman dəyişəndə zaman da müxtəlif janrlar, tələbləri var, bəli, tələbləri var. Professional, misal üçün musiqi ifaçılığı var və gənclərin nəyə meyilli olmağı var. Bunun böyük amili var. Amma məndə bu çətinlik olmadı. Nəyə görə? Çünki mən uşaqlıqdan cazı dinləmişəm. Vaqif Mustafazadənin musiqiləri ilə demək olar ki, mən hələ məktəbə getməyən vaxtlarda mən bunu ilə böyümüşəm. Cazın qəliz olduğu qədər də abstrakt əsərləri də çox vaxt rəssamların abstrakt əsərlərini də qəbul edə bilmirlər və ya bir qədər qəribə yanaşırlar. Səbəb nədir? Səbəb o rəssamlıqda da var.
Rəssamlıqda da, musiqidə də abstraksiya. Abstraksiya o demək deyil, yəni xaos. Orada musiqidə də, rəngkarlıqda da, rəssamlıqda da bunun bir prinsipi var. Yəni ki, kompozisiya prinsipləri var, quruluşu var. O strukturun həm musiqidə, həm rəssamlıqda prinsiplərin növləri var. Amma çox insan bunu xaotik bir şey kimi anlayır. Təbii, bilirsiniz necədir? Həm maraqlan, o fərq eləmir ki, onun üçün universitet keçəsən və yaxud hər hansı bir kurs keçəsən. Sadəcə, bəli, o oxuyub özün də, misal üçün, əldə eləyirsən, görürsən ki, bəli, burada mesela kompozisiyanın 7 prinsipi var, rəssamlıqda da. İstəyir realistik əsərlər olsun, və yaxud dekorativ olsun, və yaxud rəngkar əsl, və yaxud abstrakt sənət olsun. Abstraksiyanın özündə də o prinsiplər var. Mesela o prinsiplərlə qurma. Musiqinin özünə də dinləyəndə, misal üçün, giriş var, orta var, kulminasiya və son bağlanma var. Yəni onu diqqətlə dinləyəndə nə qədər xaotik musiqi də olsa, əgər orada prinsiplər varsa, təbii ki, o dinlənəcək. Onu duyan, musiqiyə bir dəfə qulaq asmır ki, adam, misal üçün, əsl dinləyici onu bir 6 dəfə, 7 dəfə, bəli, olur ki, ruhuna düşürsə, o daim onu müşahidə edir. Hətta ona qulaq asmasa belə beynində səslənir. Amma orada prinsip olmalı. O prinsip olmasa, bax, xalçanın özündə prinsip var, quruluş var. İlmələrin özü bir quruluşdur, struktur var. Və musiqi ilə rənglərin arasında, hər hansı bir kompozisiyanın arasında da orada da struktur olmasa, deməli o mükəmməl iş deyil. Yəni ki, xaotikdir, təsadüfi olunan bir şeydir. Biz zamanında tələbəlik illərində mənim payıma düşüb ki, mən çox özümü xoşbəxt sayıram ki, Xudu Məmmədovun kurslarında olmuşuq. Gənc tələbələrdik, Əzimzadə adına məktəbdə oxuyurduk. Amma alternativ olaraq biz rənglər, prinsip, o struktur, kristalografiyanın rənglərə çevrilməsi, xalçanın strukturunu öyrənmə, memarlıqda olan həmən o prinsipin işlənilməsi, bu barədə biz məşğələlər keçir. Bizim öz kainat qrupumuz vardı, gənclər qrupu. Yəni bu böyük təsirini göstərmişdi. Həm xalçanın dilini öyrənməyə, semantikasını öyrənməyə və yaxud müasir, bunu müasir janra çevirib rəngkarlıqda və indi interyerdə istifadə olunan kompozisiyalar var, hansı ki, kristalografi quruluşda yəni ki, istifadə olunur. Bu, Avropada da istifadə olunur. Yəni, bu hansı dildir? Ənənəvi dildir də. O, dünyayı sübut elədi ki, qanın kristalografi quruluşu xalça və miniatürün prinsipi ilə eynidir. Və yaxud Səmərqənddə, Buxarada, memarlıqda istifadə olunan o kristalografi quruluş eynən insan DNK-sı ilə eyni gəlir. Və xalçanın yaranması çox qəribədir və fantastik bir şeydir ki, zamanında təhsil olmayan, eskiz bilməyən, misal milimetrovka bilməyən, eskiz eləməyən insanlar xalça toxuyublar, o cürə dünya yaradıblar. Tam mükəmməl. Çox qəribə belə, yəni ki, araşdırmalarla məşğul olmaq, bu özü də təcrübənin üstünə yenilik gətirir. Yəni ki, bilgi gətirir. Maraqlı məlumat idi bu arada. Vüqar bəy, deməli, yaradıcı insanlarda bu təb dediyimiz çox maraqlı bir şey var ki, bu hərədə bir cürdür, bəzi yollarla gəlir, nə bilim, bəzən təbiətdən, bəzən sükutdan, bəzən sizin kimi elə səslərdən, musiqidən. Harda yaratmaq sizin üçün daha rahatdır? Məsələn, bir yazıcıda, musiqiçidə belə bir şey var ki, təbiət qoynunda daha doğrusu, elektronik cihazlardan uzaq, material dünyadan maksimum dərəcədə uzaq olaraq daha rahatdır. Sizdə necədir bu? Yoxsa fərqi yoxdur? Yəni, hər yer emalatxana ola bilər sizin üçün. Ola bilər. Amma yetər ki, əlinin altında istədiyin bəzi məzmələr olmalıdır da. Yəni, biz pandemiya dövründə çox qəribə bir... Yəni, pandemiya dövrünə nəzər salanda mən emalatxanadan bayra çıxmamışam. Yəni ki, bir sıra silsilə işlər yaratmışam. Və o dövrdə mən özümdə də olub, elə daim də olub, yəni Qobustanda rəsm eləmək. Hətta bir dostum var, yəni o televiziya işçisidir, operatordur. Uşaqlıq dostu olmuşuq. Səhər saat 6-da çıxdıq, getdik Qobustana, bir maşın kraska, sonra boya, kətan, yəni götürüb apardıq. Təəssüflər olsun ki, özdə hava da əla idi. Orada elə bir çəkiliş eləmək istəyirdi ki, bu çılpaq, yalın bir təbiətin qoynunda o prosesi eləmək, günün altında hətta. O olub, məndə elə bir şeylər olub, Türkiyədə simpoziumlarda, sənət festivallarında, biz açıq səma altında, yəni, belə kompozisiyalar eləmişik. Yəni, mən üçün fərqi yoxdur, çünki təcrübə oradan da gəlirdi.
yetər ki, əlinin altında istədiyin heç olmasa bir neçə boya və yaxud kətan olmalıdır Ki, istədiyini eləyə biləsən. İstədiyini eləyə biləsən, əlbəttə. Amma nə qədər ətrafda adam olacaq, olmayacaq, o iş prosesində artıq onu düşünmürsən. Təbii emalatxanada işləmək tamam başqa şeydir. Emalatxanada işləyəndə Öz evindəki kimi öz evindəki kimi, yəni ki, o işi bir neçə prosesə də eləyə bilərsən, uzada da bilərsən. Amma çılpaq təbiət qoynunda eləyəndə orada format dəyişir. Yəni bu başladısa orada- artıq bitməlidir, yoxsa? Bəli, çünki elə şeylər var ki, o tamamlanmalıdır, bitməlidir. Nöqtəni orada qoymalısan. Ola bilər sonradan nəsə əl gəzdirərsən, amma əgər ətrafda insanlar da varsa, sənin vaxt da, həm də o format da, verilən vaxt formatını öz qarşıma qoyanda, orada artıq yəni bədayətən ani şeylər olmalıdır. Bir var notla oturub işləyirsən. Düzdür. Bir də var bayırda improvizasiya eləyirsən. O tam fərqli şeydir. O gəlir realizmə gələndə, məsələn, etüdə bir var gedirsən. Tələbəlik dövründə, elə indinin özündə də. Etüd nədir? Etüd ani olaraq bir neçə dəqiqəyə gördüyün o vəziyyəti, istəyir rəng vəziyyətini və yaxud forma vəziyyətini ani olaraq kətana və yaxud tabloya köçürmək. Orada oturub işləmək yoxdur. Yəni vəziyyəti göstərir. Dərinləşdirmirsən. Sən vəziyyəti tutursan. Çünki 10 dəqiqəyə hava dəyişir, buludlar da gedə bilər, kölgə də gələ bilər. Gördüyün antraj tamam başqa cür olur. İndi texniki vasitələrdən istifadə edək, telefonu alırlar, Masiskoyda oturub, misal üçün, emalatxanada oturub işləyirsən. Yəni bunlar tamam başqa şeylərdir. Orada təcrübəni özün qarşıma qoyursan ki, mən bunu eləyəcəm bu vaxtda. Yeri gəlmişkən bu modern dizayn sənəti, yeni texnologiyalar, kompüter qrafikası, bunlar ənənəvi rəssamlığı nə qədər sıxışdırdı, yaxud onun inkişafına nə qədər təkan verdi? Bu hələ hiss olunmur, o gələcəkdə hiss olunacaq, çünki indi süni intellekt çıxıb. Yəni ki, orada tamam başqa bir fərqli bir şeylər əmələ gələcək. Təbii insan zəkasını, onun intellektini əvəz edən ikinci bir şey ola bilməz. Amma insanın intellekti daha zəngindir, daha abstraktdır, daha əlçatmaz və deyərdim ki, nepredisказуемый, yəni zəmanət verici deyil. maraqlıdır. Elə psixologiyaya da toxunduq. Psixologiyada rəng bölmələri var. Dizaynerlər, developerlər, kino rejissorlar bu rəng psixologiyasından istifadə edərək daha geniş kütləyə çatmaq istəyirlər. Bu rəssamlarda da xüsusi belə bir şey var, yoxsa rənglərin fərqi yoxdur artıq rəssamlar üçün? Bilirsiniz, rənglər ümumiyyətlə Yoxsa baxır nə üçün, kim üçün işləyirsən? o da ola bilər. Çünki mesajla ötürmə olur. Elə iş var ki, mesaj ötürülür. Elə iş var ki, rəssam ancaq 2-3 rənglə işləyir. Yəni bu onun iç dünyasından irəli gəlir. Məsələn, elə rənglər var ki, onlar təzadlı rənglər də onu işlədə hər adamın məsəl üçün gücü çatmır da elə rənglərlə. İki rəngi bir-birinin qarşısında qoyanda, məsəl üçün yaşılla qırmızını kompozisiyada işlətmək və yaxud göyün yanında sarını işlətmək. Yəni bu biraz riskli bir şeydir. Görək hansı kompozisiyanı eləyəcəksən, nə eləyəcəksən və orada son məqamda sən o rəngə gücün çatacaq. Ümumiyyətlə belə bir şey var. Məsələn, bu iki rəngi ümumiyyətlə qarışdırmaq olmaz. Necə qarışdırmaq? Yəni bir əsərdə bu iki dənə rəngi eyni yan-yana istifadə etmək olmaz. Necə o yazılmış tezisdir. Yəni onu baxır yenə də rəssama baxır, çalışmaya baxır və yaxud əsərin mövzusuna baxır. Ola da bilər, olmaya da bilər. Yəni bu maraqlı sənət bir fikrin vizual ifadəsidir. Bəzən də duyğunun özüdür. Bir əsərə başlayanda onun son gedəcəyi yeri, məsələn, təxmin edirsiniz, bilirsiniz, yoxsa hər şey tamamilə xaotik bir prosesdə istiqamətlənir, gedir. Çox maraqlıdır. Bilirsiniz, yəni bu, yenə deyirəm, elə əsər var ki, oturub eskiz edirsən, qabağızın. Yəni, məsələn, üzr istəyirəm, belə bir şeydə, məsələn, bir rəsmə başlamamışdan əvvəl, bu beyində çəkilir əvvəlcədən, yoxsa tamamilə xaotik başlayır. Məsələn, bir var beynimizdə çəkirik artıq biz onu, yoxdur əsər ortada, amma beynimizdə var. Təbii elə əsərlər var ki, onu əvvəlcədən beynində çəkirsən, yəni ki, artıq bilirsən, ya eskiz eləyirsən, onu oturub işləyirsən. Bəzən də olur ki, misal üçün, eskizi eləyəndə iş, çünki böyüyür axı, format var. Eynən. O format artıq öz diktəsini eləməyə başlayır və sən müəyyən şeyləri əlavə edib, müəyyən şeyləri silə bilərsən. Amma yenə də bu eskizlə əmələ gələn şeydir. Amma elə də məqam var ki, misal üçün, mən
o çalışmalar deyirdim də şeydə simpoziumlarda. Özbəkistanda olub, Belarusiyada olub, məsəl üçün Türkiyədə olub. Çılpaq xolstu yerdə qoyub başlayan ana qədər mən bilməmişəm nə edirəm, nə edəcəyəm. Başlayan anda artıq mən bilirdim orada nə etməliyəm. Çünki elədiyin hər hansı bir vasitə, priyon sənə özü verir o vasitəni ki, sən onu prinsiplər, kompozisiyanın prinsipləri böyük rol oynayır. O prinsiplərlə hərəkət eləyəsən. Yəni bir var, rəngləri kətanın üzərinə çırpırsan, ya qoyursan, yaxırsan, sonra başlayırsan baxmağa, o özü sənə nə deyir. Və onu başlayırsan yönəltməyə, cilalamaq. Bəli. O ikinci kətanı yanında qoyub, yenə həmən şeylərdə o başqa şey sənə deyir. Yəni orada son məqamda nə əmələ gələcək, onu iş prosesində. Onda bu gedişat xaotikdir də, yəni. Xaotikdir, amma xaosu çevirirsən müəyyən bir qeyri-xaos bir şeyə. Onu xaos kimi saxlamaq da olar, yüzlərlə elə çalışmalarda eləmək olar. Mənim xaotik dediyim sırf prosesin özüydü. Proses, yəni ki, o bədahətən deyirlər də. Məsələn, meyxanaya başlayanda, meyxanada bir fişqa atılır, bir kəlmə deyilir, qafiyə. O qafiyəni tutub, başlayırsan sən onu toxumağa. Burada da rəngi atırsan, o rəng insana hansı məqamı verirsə, ola bilər orada təsvir əmələ gəlsin, ola bilər orada sevgililər olsun və yaxud hər hansı bir poetik bir mənzərə olsun və yaxud ləkə olsun. O ləkəni sən başlayırsan toxumağa. Üzr istəyirəm, birinci sizdə rəngi atmaqdan başlayır, yoxsa? Əvvəl texniki proses var da, yəni ki, o rənglərin qatışması üçün sulayırsan və yaxud ola bilər müxtəlif şeylərdən, şpakildən istifadə eləyəsən, ya əldən istifadə eləyəsən və yaxud vedrə ilə qatışdırıb götürüb atasan. Yəni o anlar o texniki prosesdir. Sonra artıq başlayır. Ola bilər orada sən fırça ilə də işləyəsən, əllə də işləyəsən. Yəni o sən artıq gedişatdan asılıdır. Vüqar bəy, bizim danışdığımız, izahını verdiyimiz, söhbətini elədiyimiz hər şey qarşımızdakı insanın başa düşəcəyi qədərdir. Yəni biz çox böyük bir şey danışa bilərik, amma qarşımızdakı insanın bazası hara qədərdirsə, o ora qədərini anlayacaq. Bu rəsmdə də böyük ehtimal ki, belədir. İnsanların daha çox, belə deyək, tamaşaçıya buraxmaq, əsərləri daha çox tamaşaçıya buraxmaq, anlamaq üçün bu nə qədər doğrudur? Yoxsa ümumiyyətlə hər kütlə üçün hesablanmış əsərlər var? O eləsinə şey, yəni o ədəbiyyatda da var. Çünki biz bunu taktik çəkirik və yaxud da musiqidə də var və yaxud da ədəbiyyatda da var, filmlərdə, hər incəsənətin hər sahəsində var. Bəli. Bunu tamamilə tamaşaçıya buraxmaq doğrudur sizcə? Bilirsiniz, yazıcı da, rəssam da, aktyor da hardasa, təbii bu sənət cəmaət üçündür, yəni insanlar üçündür. Biz insanlardan qidalanırıq nə mənada? Biz onları müşahidə eləyirik, onlara nə lazım olduğunu ötürməyi beynimizdə fikirləşirik. Təbii ki, pozitiv olmalıdır. İnsanların pozitivə ehtiyacı var, gözəlliyə ehtiyacı var. Kütlə yığışıb əgər cəm halında insanlar tamaşaya gəlirlərsə, təbii ki, onların arasında müxtəlif adamlar var. Eləsi var incəsənəti başa düşür, eləsi var incəsənəti başa düşmür. Orada anlamağa başlayır. Yəni, iş prosesində özünü də tapa bilir orada. Yəni, istədik də, istəmədik də, biz nə qədər olsa insanlardan öyrəniriksə, biz onları yönəldməliyik də həm də. Onlar, yəni, verdiyinlə onları haradasa öyrədirsən. Yəni, cəlb edirsən pozitivliyə və incəsənətə. Vüqar bəy, bir şey də soruşacağım. Sənətdə orijinallıq anlayışı zamanla hər zaman dəyişibdir. Müasir dövrdə bir çox rəssamlar oxşar texnikalardan, üslublardan istifadə edirlər, amma bəzən sərhəd o qədər incə olur ki, o təsirlənməklə plagiata ayırmaq olmur. Bunu necə ayırmaq olar? Yəni, bu plagiat anlayışı necə başa düşülməlidir rəssamlıqda bugün? Bilirsiniz necədir? Mən sizə bir söz deyim də. O kristallografik quruluşlardan danışdıq da biz. O kristallografik quruluşlarda bir qism insanlar var ki, misal kompozisiyalarda istifadə edirlər. Mən görəndə ki, Braziliyada və Argentinada, Meksikada rəssamlar eynən həmən o kristallografik quruluşlardan kompozisiya qurublar. Mən ona plagiat deməzdim. Mən ona deyərdim ki, onlar eyni dildə danışırlar. Biz də onlarda. Yəni, bu ənənə kök, yəni bəşəri bir şeydir də, bəşəri vasitədir.
strukturdur. Həmən dildə danışırlar. Orada plagiat ola bilməz. Plagiat ola bilər ki, sən süjeti götürmüsən, eynən elədiyini götürüb eləyirsən və onu təkrar eləyirsən, daim yaradıcılığına da həmən adamı baxanda görürsən ki, ondan başqa bir şey yoxdur. Eyni şey davam edir. Misal üçün, mənim o işlərim ki var idi cazda, monumental janrda işlənilmişdi də. Monumental janrda çox adamlar işləyib. Misal Tahir Salahov, Tofiq Cavadov, bu insanlar monumentalist, zamanının öz möhtəşəm monumentalistləri olub. Bir çoxları baxanda deyirlər, Tahir Salahova oxşayır. O dildə danışmaq. Məsələn, Deyneykanın tələbələri olub, elə Tahir Salahovun özünün müəllimləri də monumentalistlər olub da. Onları kopya eləməyib ki. Maraqlıdır, o dildə danışmaq. O dildə danışmaq. Yəni Tofiq Cavadov da monumentalist olub, yəni ki, sərt üslubun yaradıcılarından olub. Məsələn, Renata Kutuzov sərt üslubun yaradıcılarından biri olub, yəni davamçılarından biri olub. Bu gəlir Meksika divar rəngkarlığından, bu da monumental janrdan. Yəni orada heç kimi Tofiq Cavadovun da var, dəniz neftçiləri, Tahir Salahovun da var. Heç kimdən misal üçün plagiat götürmür. Maraqlıdır. Mövzu eyni ola bilər. Neftçilər temasını o gör nə qədər rəssamlar işlədir. Bənzərlik ola bilər, amma eynən götürüb 100% köçürtmək, bəli, indiki zamanda... Ən azından fikri olur amma. İndiki zamanda Nitok təkcə fikri yox, hər bir şey. Məsələn, mütaliə olmayan insan açır Pinterest-i, oradan götürür, başlayır oğurluq eləməyə. Saat dünyada təkcə bizdə deyil. Məsələn, Avropanın özündə də mən görmüşəm ki, hansısa mənim dostluğumda olan Facebookda Braziliya rəssamının eynən götürür, eynən. O dildə də danışmır. Eynən götürüb köçürdür. Buna incəsənətdə həyasızlıq deyirlər. Yəni, belə şeylər olur, təbii, dünyada ona qarşı cərimələr də var və cəzalar da var. Maraqlıdır. Vüqar bəy, təşəkkür edirəm və mən son olaraq bütün qonaqlarıma bir sual verirəm. Bir musiqi, bir film və bir kitab. Yəni, hamıda belə bir film var, hamımızın belə bir musiqisi var ki, telefonu dəyişəndə, avtomobildə fərqi yoxdur, hər yerdə qulaqlıqla biz o musiqini dinləyirik. Musiqi deyərdim Bayat Şiraz. Kitab deyərdim Gün var əsrə bərabər. Film də deyərdim Bir dəfə Amerikada. Maraqlı cavablardır. Təşəkkür edirik Vüqar bəy. Maraqlı cavablar üçün, gəldiyiniz üçün qonağımız oldu. Mən də sizin şirkətə, bütün əməkdaşlara, yaradıcı heyətə öz təşəkkürümü bildirirəm. Nə yaxşı ki, belə verilişlər var, yəni bizi qonaq çağırırsınız, böyük məmnuniyyətlə. Yaradıcılıq uğurları, daim pozitiv verilişlər. Təşəkkür edirəm, sizlə söhbət xoş oldu və xatırlatmaq istəyirəm ki, qonağımız əməkdar rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq Fakültəsinin Dizayn və Dekorativ Tətbiqi Sənət Kafedrasının dosenti Vüqar Əliyev idi. Biz də gələn həftənin cümə günü yenə bu masada olacağıq. Sağ olun, sağlıqla qalın.